Hər kəsə salam. Mən təbiətdən çox düşünən biriyəm və bəzən gün ərzində ağlımdan keçən o başıboş düşüncələri filtrləməsəm ortaya nə çıxar deyə çox sorğulayıram və düşünməklə yanaşı insanlarla fikirlərimi bölüşmək də xoşuma gəlir. Ona görə də qərara gəldim ki, bu fikirləri beynimdə yük kimi daşımaqdansa bura qoyum, ağlımda qalacağına kanalımda qalsın. Psixologiyamızla bağlı öyrəndiyim yeni məlumatlar var və bunları podkast silsiləsi kimi çəkmək istəyirəm. Çünki psixologiya mənim gözümdə, yəni ən mükəmməl elm sahələrindən biridir. Çünki insanı araşdırır və insan beyni o qədər sərhədsizdir ki, bu elm daim inkişaf eləyir. Yəni daha nə olsun? Burada da biraz istəyirəm danışım psixoanalizdən, yəni Sigmund Freudin düşüncələrindən, Sigmund Freuddən biraz danışacağıq. Amma necə? Real həyata adaptasiya olunmuş bir şəkildə. Deməli, Sigmund Freud deyir ki, insan ağlına gələn hər şey heç bir senzura qoymadan, filtrləmədən dilə gətirsə, şüursuzluğundakı bütün o gizli konfliktlər və travmalar üzə çıxar. Buna sərbəst assosiasiya deyilir. Əslində ağlımıza gələn o ən yersiz görünən düşüncələri belə sərbəst buraxanda zehnimizdəki o süzgəclər qırılır. Çünki dilimiz və beynimiz heç bir şey təsadüfən eləmir. Hamısının altında şüursuz bir səbəb var. Bu cümləni düşünəndən bəri beynimdə fikir fırtınası var və bu düşüncəni biraz daha açmaq istəyirəm. Deməli, bu psixoanalizdə 3 faktor kimi özünü göstərə bilir. Yəni şüursuzluğumuz özünü 3 addımda göstərə bilir. Bu da necə olur? Məsələn, olur yuxularla, olur dil sürüşmələrlə və olur beynimizin psixoloji müqaviməti ilə. Bunlara bir-bir baxsaq, məsələn, ilk danışsaq dil sürüşmələrinə, belə bir nümunə çəkmək istəyirəm ki, dünən rəfiqəmlə danışanda səhvən ona sənədlə bağlı məlumatda rəhbərin adı başqa insanın adını demişdi. Psixologiyada bu cür dil sürüşmələrinə, yəni şüursuz arzuların qəfil dilə gəlməsinə parapraksis deyilir. Adi bir dil sürüşməsi kimi görünür də, elə deyilmi? Amma Freud üçün elə deyil. Təsadüf deyə bir anlayış yoxdur. Deyir ki, dilin sürüşmür. Əslində o daxilindəki bir səslə qışqırır. İşin qəribəsi də bundan ibarətdir ki, o səhvən dediyim şəxsin də səhərsi gün öyrəndiyi ki, adı mütləq o sənəddə olmalı idi. İndi bu təsadüf deyil. Dil sürüşməsidirsə səbəbi nədir? Ona görə də deyirəm ki, psixologiyanı çox sevirəm. Çünki içindən çıxmaq olmur. Və mən həmişə məndə olan bu dil sürüşmələrin və tıxanmaların texniki bir qüsur olduğunu düşünürdüm. Çünki beynimdə 5 fərqli dil var, gündəlik həyatımda çox sürətli danışan biriyəm və bəzən də insan həqiqətən də deməyə söz tapmır və tıxanır. Düşünürdüm ki, bu ani olan bir şeydir də. Amma bu nəzəriyyələri oxuyandan sonra aydınlandım ki, bəlkə də özümü aldadıram. Düzdür, bəzən texniki tərəfləri də olur. Burası ayrı, amma bəzən olur. Çox vaxt isə bizim şüursuzluğumuzla bağlı olur. Və düşündüm ki, bəlkə də o tıxandığım anlarda əslində demək istəmədiyim bir həqiqət var, onu gizlətməyə çalışıram. Yəni bu da bir səmimi şübhədir əslində. Bəzən dilimiz sürüşəndə durmalı və sorğulamalıyıqmış. Digər bir tərəfdən var psixoloji müqavimət. Bu daha maraqlı və daha da gülməlidir. Yəni insanın istəmədiyi bir vəziyyətdən şüursuz şəkildə qaçmasıdır bu. Normalda məsələn mən çox dəqiq insanam. Çox vaxt ya gözləyən tərəf oluram, ya vaxtında çatıram da. Yəni geciksəm belə o qədər böyük bir müddəti əhatə eləmir yəni. Amma mən bir kurs var ki, istisnasız 5 aydır gedirəm və demək olar ki, 99.9% mən bu 5 ayda ancaq həmin kursa gecikmişəm. Nadirən 2 və ya 3 dərs olar ki, mən o kursa tez getmişəm. Onda da ya müəllim gəlməyib, ya da o qədər tez çatmışam ki, boş gözləmişəm. Hardasa bir 30 dəqiqəyə yaxın. Yəni bu qədər böyük bir uzun müddət. Sən demə bu da şüursuzluğumdakı müqavimət faktoruyum. Deməli, kursa istəyərək getsəm belə şüursuzluğumdan məni sıxan, istəmədiyim bir tərəfim var imiş və mən bunu çox sonradan fərqinə vardım. Bizim bütün hərəkətlərimiz əslində daxilimizdəki o ziddiyyətlər üçlüyü mübarizəsi şəklində özünü göstərir. Bu üçündən sonra danışacağam, amma ümumilikdə bunu biraz yığım. İstədiyimiz şey olsa belə şüursuzluğumuzda istəmədiyimiz bir amil olanda beyin başlayır özünü aldatmağa və özünü təsəlli eləyəcək yerlər də tapır. Bununla yanaşı, deməli dil sürüşməsində dediyi psixoloji müqavimət dediyi bir də yuxular. Bəzən elə şey olur ki, insan gündəlik həyatında ona qarşı içini açıb tökə bilmir, deyə bilmir. Məsələn, deyək ki, işləyir və çox stress altındadır, amma durub da məsələn müdirinə cavab qaytara bilmir. O zaman yuxusunda fərqli yuxular görür. Bu yuxuların analizi də onun üçün lazımdır. Çünki məsələn çox vaxt stress altında olan bir insan azad olmaq istəyirsə, yuxusunda uçduğunu görür. Hər yuxu eyni şəkildə yozulmur. Yuxunun görülmə saatı var və yuxunun fərqli şəxslərə görə yozulma tipi var. Bu eyni anlama gəlmir.
Amma çox vaxt məsələn yuxuda uçmaq, azad olmaq, zəncirləri qırmaq mənasına gəlir. Bu üçlü bir növ bizim şüursuzluğumuzu özündə göstərir. Digər bir tərəfdən Freydə görə içimizdə qaydasız istəklərimiz olan bir id, cəmiyyətin və ailənin qaydalarını qoruyan mərhəmətsiz bir superego və ikisinin arasında balansı qorumağa çalışan yazıq bir mən, yəni ego. İndi bunu məsələn kursumla adaptasiya eləsəm, o kursa gedəndə mənim eqom yəni gizli bir döyüş içərisindədir. O deyir ki, sən bunu tam istəmirsən, ona görə də mən səni gecikdirirəm. Bəhanən də nədir? Şüur altım mənə demək ki, onsuz da gedəndə tez getsən, boş-boş gözləyəcəksən və bu bəhanən də özündə inandırır ki, hə də sübutu da var ki, tez çatanda nəsə olub və yəni uğurla nəticələnməyib tez çatmağın. Yəni bu tip bir şeydir. Əslində psixikamızda id, ego və superego xüsusi yerlər tutur. Qeyd elədiyim kimi, id bizim instinktlərimizdir. Bu təbiətən doğulandan bəri bizlə olan hisslərdir. Bu bizim libidomuzdur. Hər şeyimiz idin tərkibindədir. Yəni id bizim şüursuzluğumuzdur. Bir də var superego. Superego da cəmiyyət tərəfindən formalaşır, ailə tərəfindən formalaşır, düşdüyü mühit tərəfindən formalaşır. Bizim üçün olmazlar var, olarlar var, ayıb deyil var, mentalitet var, mədəniyyət fərqləri var. Məsələn, hər ölkə eyni mədəniyyətə malik deyil, hər ailə eyni qayda-qanunlara malik deyil. Hər ölkənin özünün fərqli adət-ənənələri var. Bunlar hər biri bizim superegomuzu formalaşdırır. Ego isə bir məndir. İdlə superego arasında qalan adın mənası da məndir. Elə bir mənalı olaraq da məndir. Üçlünün içərisində bir də bizim erkən uşaqlıq dövrünə aid bəzi repressiv ssenarilərimiz var. Ümid edirəm ki, heç birimizdə bunlar yoxdur, amma özündə yoxlamaq istəyib, məsələn, düşdüyü çətinliyi, mən niyə belə hiss edirəm deyə aramızda axtaran varsa, Freydin bu erkən uşaqlıq dövrü aid, yəni bu repressiv ssenarilərdə biraz danışsam. Birinci məişət zorakılığı və inkar var. Hansı uşaqlar ki, ailədaxili zorakılığa məruz qalıblar və ya şahidi olublar, onlar mənfi hadisələri görməzdən gəlməyə o qədər məcbur ediliblər ki, yetkinlik dövründə mənfi emosiyaları tamamilə inkar etməyə və yaxınlıq qurmaqdan birmənalı olaraq qaçırlar. Yəni insanlara yaxınlıq verə bilmirlər, güvənsizlik formalaşır. Daim tənqid edilən uşaqlar. Bəzi valideynlər var ki, onlar daim uşaqlarını sərt və cəzalandırıcı bir şəkildə böyüdürlər və bu şəkildə formalaşan superego da xroniki bir dəyərsizlik hissi formalaşdırır həmin insanlarda. Sonra var xüsusilə kontrolcu valideynlər. Uşaq müstəqil qərar verməyə o qədər icazəsiz qalır ki, böyüyəndə tək başına bir addım ata bilmir. Patoloji şəkildə başqalarının asılı vəziyyətə düşür. Çünki o daim kukla kimi idarə olunub axı. Yəni heç vaxt ona azadlıq verilməyib ki, öz fikirlərini müdafiə eləsin ya da özünü idarə eləsin. Sonra var emosional reqressiya. Bu nədir? Hisslərin və ağlamağın zəiflik kimi sayıldığı ailələrdə böyüyənlər bu emosiyaları boğurlar. Yəni bütün emosiyaları boğurlar. Və yetkinlikdə də bu bədənin fiziki ağrıları və somatoform pozuntularından üzə çıxır. Sonra var qeyri-sabit valideynlik. Yəni insan tipləri fərqli olduğu üçün valideynlər də əlbəttə ki, fərqlidir. Bəzi valideynlər bir zaman həddindən artıq sevgi, bir zaman da həddindən artıq laqeydlik göstərirlər. Biraz isti, biraz soyuq mühitdə böyüyən uşaqlarda gələcək münasibətlərində xroniki bir tərk edilmə qorxusu yaranır. Çünki o 5 dəqiqə sonra təxmin edə bilmir. Yəni yaxşı da ola bilər, pis də ola bilər və bu uşaq arada qalır. Ondan sonra var erkən uşaqlıqda ciddi məsuliyyətlər. Bəzi uşaqlar var ki, çox yəni az yaşlarından onların çiyinlərinə çox böyük öhdəliklər düşür və onlar yaşından daha çox böyümüş kimi görünürlər, müstəqil görünürlər, amma heç vaxt harda dayanacaqlarını bilmirlər və buna görə də bu tükənməklə özlərini bezmiş hiss edirlər. Və bir də var rədd edilmək qorxusu. Bu nədir? Ehtiyaclarını və istəklərini deyəndə cəzalandırılan uşaqlar var. Ona görə də bunlar daim özlərini unudulmuş hiss eləyirlər gələcəkdə. Qorxurlar ki, mən istəyərəm, mən istədiyim üçün bu insan məni tərk edə bilər. Və bu mənim psixologiya ilə bağlı, daha doğrusu psixoanalizlə bağlı qısaltdığım, yığcamlaşdırdığım, hətta özümün başa düşdüyüm şəkildə ifadə elədiyim fikirlər idi. Gələcəkdəki mən bu videoya baxanda bəlkə də daxili qorxularına, hətta kursa gecikməsinə güləcək. Amma indi mən üçün, yəni özümlə səmimi olmaq, ağlımdan keçən o ilk senzurasız düşüncələri qəbul etmək çox dəyərlidir. Və siz də mütləq məsələn gördüyünüz yuxuları yorumlamağa diqqət edin. Çünki yuxu yorumları əfsanəvi bir şey deyil. Sizə bir mesaj vermək üçün varlar. Yaxud da diliniz sürüşəndə bir dayanın və düşünün, mən bunu niyə elədim? Bir də bunu da demək istəyirəm, çox gülməli bir şey olur. Məsələn, heç olubmu hansısa mesajı, deyək ki, X var və Y şəxs var. Y haqqında nəsə fikriniz var, amma onu X atmaq əvəzinə Y-nin özünə atırsınız. Bu çox gülməli bir vəziyyətdir. Əslində həm də çox acınacaqlı bir vəziyyətdir. Bunun təməlində duran amil odur ki,
Siz düşünürsünüz ki Y haqqında qısa danışacaqsınız, amma şüursuzluğunuz bunu Y-yə demək istəyir. Məsələn, Y-dən zəhləviz gedirsə, onu şüursuzluq ona bildirmək istəyir ya da xoşunuz gəlirsə, yəni heç bir fərqi yoxdur duyğunun nə olduğunu. Və şüursuzluq özünü ifadə eləmək istədiyi üçün siz düşünürsünüz ki, ayda mesajı səhvən özünə göndərdim, amma səhvən özünə göndərmiş olmursunuz. Şüursuzluq bunu bilərəkdən etməyi bizə təhrik edir. Ona görə dil sürüşmələrdir, ondan sonra beynin sizi yönləndirmələrdir, psixoloji durumlardır, yuxulardır. Bunlara xüsusi diqqət eləmək lazımdır. Eyni zamanda sizə maraqlı gələn hər nə varsa, çalışdım biraz elmi adlarla deyim ki, əgər daha da araşdırmaq istəsəz kömək olsun. Heç nə, bu mənim başıboş düşüncələr seriyamın ilk videosu idi və belə danışmaq çox xoşuma gəldiyi üçün ümid edirəm ki, ardında çəkərəm və maraqlı bir silsilə video kontentim olar. Bu günlük bölüşmək istədiklərim bu qədər idi. Növbəti videolarda görüşənədək sağ olun.